Amerika Birləşmiş Ştatları ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib. Bu barədə Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı X hesabında məlumat verib. Bildirilib ki, ABŞ hərbi təyyarələri İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini, həmçinin sahil radar mövqelərini vurub. Bu addımın İranın iyunun 25-də yük gəmisinə kamikadze dronu ilə hücum etməsinə cavab olaraq atıldığı bildirilir. Bəyanatda o da qeyd olunub ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsasız hücumu atəşkəs rejimini açıq şəkildə pozub. Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinin əməl olunması təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir. İran Vaşinqton hücumlarından sonra ABŞ hərbi bazalarına qarşı cavab zərbələr endirib. Bu barədə İslam İnqilab Keşikçiləri Korpusu məlumat yayıb. Təcavüzə cavab olaraq İslam İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki bazalarına zərbələr endirib. Məlumatda belə deyilir.